Herkese salam. Bugün sizinle beraber İngiliz dili 6. sınıf səhifəli izahına baxırıq. Baxırıq burada birinci çalışmaya. Look at the example below. Complete the sentence from the story in the table. Deməli, burada bir nümunə var. Gəlin bura baxaq. Look, don't forget to include the ed and d at the end of the verb when you are talking about the past. Burada deyir ki, keçmiş zaman haqqında danışarkən fiilin sonuna ed və ya d artırmağı unutma. Ümumiyyətlə, keçmiş zamanda biz əgər keçmiş zamandan istifadə ediriksə, fiilin sonuna ed və yaxud da ki, d artırmalıdır. Bu, keçmiş zamanın qaydalı fiillər formasına aiddir. Deməli, keçmiş zamanda fiillər iki qrupa bölünür. Qaydalı və qaydasız fiillər. Qaydalı fiillər adlanır regular verbs. Qaydasızlar isə irregular. Oraya isə sonra baxacaq qaydasız fiillərə. Deməli, qaydalı fiillərin düzəlmə yolu odur ki, keçmiş zamanda fiilin sonuna ya ed və yaxud da ki, d artırmalıyıq. For example, gəlin burada verilmiş nümunələrə baxaq. I watched the film. Mən film izlədim. Baxın, burada watch baxmaq izləməkdir. Fiilimiz bizim burada watchdur. Biz nə etmişik? Keçmiş zamanı bildirmək üçün sonuna ed artırmışıq. I like the story. Mən hekayəni bəyəndim. Keçmiş zamanda. Fiilimiz like-dır. Keçmiş zamanı bildirmək üçün nədən istifadə eləmişəm? D-dan. Görürsünüz? Liked. İndi isə baxırıq burada verilmiş cümlələrə cədvəlin içində. I like the story about Peter and the wolf. Baxın, mən xoşladım. Peter və canavar haqqındakı hekayəni xoşladım. Liked. D artırmışıq. You laughed at Peter. Sən Peterə güldün. Keçmiş zamanda. Görürsünüz, ed var sonunda. He often his father on the farm. Deməli, burada biz boşluğun yerini doldurmalıyıq. Yuxarıda biz keçən dərs sizdən baxmışdıq tekstə. Həmin tekstdən istifadə edərək, həmin mətnin içindədir o hissə. Deməli, gəlin yuxarı baxırıq. Eyni cümlə verilib. He often helped his father on the farm. Deməli, biz bura nə yazmalıyıq? Helped. Görürsünüz, burada da ed iləndir. Keçmiş zamanda. Yəni, o atasına tez-tez fermada kömək edirdi. Buradakı boşluğun yerinə biz yazmalıyıq helped. Help fiilimizdir, kömək etmək. Kömək edirdi, helped. Ed-ni artırdıq. Digər cümləyə baxırıq. We listened to the story. Biz hekayəni dinlədik. Yenə nə var burada? Ed var. The villagers to help. Gəlin bu cümləni tapaq. İndi isə bura baxırıq. Deməli, gəlin onu axtaraq. The villagers rushed to help. Rushed. Rush nə demək idi? Tələsmək. Deməli, burada boşluğun yerinə biz yazmalıyıq rushed. Deməli, sözümüz, fiilimiz rush'dır. Tələsmək deməkdir. Tələsdi. ed artırırıq. Rushed. İndi isə burada belə bir əlavələr var. Gəlin burada baxaq. Deməli, biz fiilin sonuna, ümumiyyətlə, İngilis dilində fiillərin bir çoxunu keçmiş zamana salanda biz onun sonuna ed artırırıq. For example, play, played, walk, walked və s. Amma bəzən biz onların sonuna sadəcə olaraq d artırırıq. Ed yox, bir dənə d artırırıq. Nə zaman? Əgər fiilin sonu i hərfi ilə bitərsə. Yəni, e hərfi ilə. Arrive, baxın, i ilə bitib, arrived. Bir dənə d artırmışıq. Daha sonra, əgər fiilin sonu y ilə bitirsə, y hərfi. Yəni, bizim y hərfimizdən. Bu zaman biz nə edirik? Y hərfi i hərfinə çevrilir. Və üzərinə ed gəlirik. For example, try. Baxırıq. Hansı hərflə bitib? Y hərfi ilə. Deməli, bu zaman nə edirik? Y hərfi çevrildi i hərfinə, üstünə nə gəldik? Ed-ni gəldik. Digərinə baxırıq. Verbs ends in consonant, vowel and consonant. Əgər fiilin sonluğu belə bitirsə, samit, sait, samit. Əgər yəni fiilin son 3 hərfi, samit, sait, samit. 2 samitin ortasında 1 sait. Bu formada verilibsə, biz o zaman sonuncu samit hərfi təkrarən yazırıq. Daha sonra isə ora ed artırırıq. Bu necə olur? Məsələn, tutaq ki, plan. Baxırıq, plan sözü bu formada yazılır. Baxırıq, son 3 hərfi hansıdır? Samit, sait, samit. Görürsünüz, 2 samitin ortasında 1 sait. Bu zaman nə eləmişik? Plan yazırıq. Sonuncu hərfi double 2 dəfə yazırıq. Yəni, təkrarlayırıq, qoşa yazırıq. Daha sonra üstünə nə gəlmişik? Ed gəlmişik. Stop. Sonuncu hərflər. P, samit, o, sait, t, samit. Samit, sait, samit. 2 samitin ortasında 1 sait səs. Yenə necə yazmışıq? Stop yazırıq. Sonuncu hərfi təkrarlayırıq. Bir daha yazırıq. Baxın, burada 2 dənə p verilib. Stop. Daha sonra isə ed artırırıq. Stopped.
Bu formada. İndi isə gəlin çalışmaların izahına baxaq, daha da yaxından tanış olaq keçmiş zamanla. Write the past simple of the verbs in your notebook. Check your answer in the story Peter and the Wolf. Deməli, burada verilmiş feilləri keçmiş zamana salmalıyıq və yazmalıyıq. Yazandan sonra isə istəsəz yuxarı baxaraq mətnin içində bu feillərin hər biri verilib. Yoxlaya bilərsiniz ki, düzdür ya səhvdir. İndi isə gəlin yazaq. Deməli, live keçmiş zamanda olur lived. Baxın, saytla, e ilə bitirdiyə bir dənə d artırılıb. Decide. Decided. Yenə burada bir dənə e ilə bitib deyə bir dənə d artırıram. Decided. Bu formada yazdım. Shoot. Shooted. Deməli, live yaşamaqdır. Decide qərar vermək. Shoot qışqırmaq. Shooted qışqırdı. Arrive çatmaq deməkdir. Çatdı. Arrived. Baxın, bu yuxarıda da verilmişdi sizə. Arrive sözü. Baxın, burada da var. Daha sonra ask. Soruşmaq. Soruşdu olacaq asked. İdi artırıram burada. Attack. Hücum etməkdir. Hücum etdi. Attacked. İndi isə baxaraq aşağıda verilmiş çalışmaya complete the story, use the past simple form of the verbs. Burada bizə belə bir hekayə verilib. Gəlin bu hekayədə deməli nə edirik? Baxın, burada boşluq var və boşluqdan sonra mötərizə verilib. Mötərizənin içində verilmiş feili keçmiş zamana salıb boşluğun yerinə yazmalıyıq. Deməli, biz feili qaydalı feilləri keçmiş zamana necə salırıq? Feilin sonuna ya idi və yaxud da ki, d artırmaqla. Baxaraq birinci cümləyə, bizə burada nümunə kimi birinci verilib. Sabina played video games all day at the weekends. Sabina bütün həftə sonu video oyunları oynayırdı. Keçmiş zamanda played. Digərinə baxırıq. Her friend Damla often visit her, but Sabina never opened the door. Deməli, keçmiş zamanda visit. Visited. İdi artıram. Deyir ki, onun dostu Damla tez-tez onu ziyarət edirdi. But Sabina never opened the door. Qapını açmırdı amma Sabina heç vaxt. Open. Keçmiş zamanda necə olur? Sonuna idi artırıram. Open the door. One Monday, Sabina decided to stay at home to play. Deməli, one Monday. Monday həftənin bazar ertəsi günüdür. Deyir ki, bir bazar ertəsi Sabina qərara gəldi ki, evdə qalıb oyun oynasın. Decide, keçmiş zamanda olur. Decided. She shouted. Mom, I am not well. O qışqırdı. Ana, mən yaxşı deyiləm. Can I stay in bed? Yataqda qala bilərəm. Okay, her mother answered. Yaxşı, onun anası deyildi. Sabina rushed to play her video game. Sabina video oyunu oynamağa tələsdi. Rush keçmiş zamanda rushed. İdi artırırıq. Her mom was angry. Onun anası əsəbləşdi. The next day the same thing happened. Növbəti gün eyni şey baş verdi. One the third day Sabina really wasn't well. Üçüncü gün isə Sabina həqiqətən də yaxşı deyildi. Her mother shoot. Deməli, onun anası qışqırdı. Shoot idi artırıram sonuna. Shooted. Don't tell lies. Yalan danışma. Go to school now. İndi məktəbə get. At school, Damla help Sabina a lot. Deməli, deyir ki, məktəbdə helped olmalıdır burada. Sabina Damlaya çox kömək etdi. She walked her home too. O onunla evə gəldi. Sabina thanked Damla saying thank you are a real friend. Sabina Damlaya dedi ki, təşəkkürlər, sən əsl dostsan. Bu formada yazdıq. Baxın, gördüyünüz kimi feillərin sonuna idi və d artırmaqla bu mətni keçmiş zamanda yazdıq. İndi isə davam edirik. Burada 4-cü çalışmamız var. Gəlin bura baxaq. Deməli, 4-cü çalışmada biz nə etməliyik? 4-cü çalışmada complete the sentence so they are true for you. Use the correct form of the verbs below. Bizə burada aşağıda 4 dənə cümlə verilib. Biri nümunə kimi artıq yazılıb. Digər 3 cümləni biz özümüz yazmalıyıq. Bu cümlələri yazarkən burada verilmiş sözlərdən istifadə etməliyik. Deməli, artıq live sözü istifadə olunub. Live yaşamaq deməkdir. Və biz bu cümləni keçmiş zamanda yazmalıyıq. Ask, soruşmaq, decide, qərar vermək, help, kömək etmək, visit, baş çəkmək, ziyarət etmək, walk isə gəzmək deməkdir. Gəlin indi bu cümlələri keçmiş zamanda yazaq. Məsələn, tutaq ki,
Qoyuruq last year'ni. Gəlin last year ilə belə bir cümlə yazaq. Last year ilə biz belə bir cümlə yaza bilərik ki, gəlin burada decide sözünü istifadə edək. Decide qərar vermək sözünü. Last year I decided to study English. Belə ola bilər. Mən qərara gəldim ki, ingilis dilini öyrənim. I decide keçmiş zamandadır deyə d artırıram sonuna. To study English. Last year I decided to study English. İngilis dilini öyrənməyə qərarı aldım keçən il. İndi isə üçüncü cümləyə baxırıq. Yesterday I, dünən mən nə etdim? Gəlin bu dəfə başqa bir cümlə quraq. Bu dəfə belə bir cümlə qura bilərik ki, məsələn, mən dünən nənəmgilə ziyarət etdim. Nənəmə baş çəkdim. Visit sözünü istifadə edək bu dəfə. I visited. İdi artırıram təbii ki də keçmiş zamandadır deyə. I visited my grandmother. Mən dünən nənəmə baş çəkdim. Dördüncü cümləyə baxırıq. This morning I, bugün mən, burada isə walk istifadə edə bilərik. Walked ola bilər. I walked to school. Məktəbə getdim. I walked to school. Bunda yazdıq. Gördüyümüz kimi bütün feilləri keçmiş zamana salmalıyıq. İndi isə davam edirik digər səhifə, 51-ci səhifə ilə. Listening and vocabulary bölməsi də dinləmə və lüğət bölməsi. Deməli, burada belə bir dinləmə tapşırığımız var. Gəlin ilk öncə buna baxaq. Look at the image, make guess and answer the questions. Then listen and check. Deməli, burada bizə şəkil verilib və şəkilə aid 2 dənə sual var. Sualın biri belədir ki, where are the people? İnsanlar hardadır? Biz şəkilə baxıb ilk öncə təxmin yürütməliyik. Daha sonra isə dinləyəndən sonra cavabı tam da dəqiqləşdirməliyik. Where are the people? İnsanlar hardadır? In a library, kitabxanada, in a shopping center, alış-veriş mərkəzində, in a studio, studiyada. Biz şəkilə baxırıq və görürük ki, insanlar hardadır? Studiyadadır. Ona görə elə studio bölməsini seçirik. İkinci suala baxırıq. What are they doing? Onlar nə edirlər? Gəlin indi isə bunun cavab tapmağa çalışaq. Asking and answering questions. Sual cavab edirlər. Sual soruşurlar və cavab verirlər. Making an album. Album hazırlayırlar. Studying for an exam. Burada isə imtahandır, yəni. İmtahanla bağlı bir şeydir. Xeyr, biz baxanda görürük ki, yəni burada bunlar sual cavab edirlər studiyada. Təxminimiz yəni bu yöndədir. Ona görə biz burada asking and answering the questions bu bölməni seçirik. İndi gəlin dinləyək, daha da dəqiqləşdirək. Görək düz variantı seçmişik ya yox. İndi dinləməni qoşuram, diqqətlə dinləyin. Bir daha. Good evening. This is John Green from Radio Teen. Today, we're talking to Anna Beckett about urban myths. What are urban myths, Anna? Hi, John. Well, they're stories. And in the past, people talked about them at school, in the park. But now, people often write these stories online. And then millions of people read or listen to them. But these stories aren't always true, right? Okey, bitdi. Gəlin isə baxaq. Deməli, burada baxırıq ki, birincidə bəli, onlar studiyadadır. İkincidə isə biz görürük ki, bəli, onlar həqiqətən də sual cavab edirlər. Yəni, doğru variantları seçmişik. Birincidə in a studio, ikincidə isə asking and answering questions. İndi isə gəlin baxaq. Burada dördüncü çalışma var. Deyir ki, listen the complete interview, choose the correct option. Dinləməni tamamlayırıq intervyunu, yenidən qulaq asırıq ardına. Daha sonra isə doğru variantları seçirik. Gəlin dinləyək indi digər bölməni. Good evening. This is John Green from Radio Teen. Today, we're talking to Anna Beckett about urban myths. What are urban myths, Anna? Hi, John. Well, they're stories. And in the past, people talked about them at school, in the park.
But now people often write these stories online, and then millions of people read or listen to them. But these stories aren't always true, right? No, they're not. For example, last week, I read a story online about a mystery man. He appears in photos, wears a black jacket and black trousers, and he's got red eyes. I saw that story yesterday. Some people posted some photos online. You didn't think the story was true, right? No, I didn't believe the story. The photos didn't look real. You were right. The story wasn't true, and the photos were fake. There are many false stories on the internet. So, have you got any recommendations? Is it possible to identify false stories online? Yes. First of all, think, do I know the author? Second, can I be sure this story is true? Third, don't rush to tell the story to other people. Great. Thank you for the tips. 1. Okey, dinlədiyiniz gəlin doğru variantları seçək. Deməli, burada bizə cümlə verilib və 2 seçim variantımız var. Doğru olanın altından xətt çəkib yazmalıyıq. Anna talks about clothes people like to wear, stories people talk about. Deyir ki, Anna danışır, nə haqqında danışır? İnsanların geyinməyi xoşladığı paltarlar haqqında, yoxsa ki, stories people talk about, insanların danışdığı hekayələr haqqında. Anna burada insanların danışdığı hekayələr haqqında danışırdı. Yəni, stories people talk about. Bunun altından xətt çəkirik. Davam edirik indi ikinci ilə. Mystery Man is an example of a radio program and urban myth. Deməli, burada Mystery Man var. Mystery Man sirli kişi deməkdir. Deyir ki, Mystery Man bir nümunədir. Nəyə nümunədir? Radio proqramına, yoxsa ki, urban myth isə real olmayan miflərdir, yəni hekayələrdir. Bunlar real deyil. Sadəcə olaraq insanlar arasında yayılan real olmayan hekayələrdir. Ona görə də burada bəli, Mystery Man is an example of an urban myth. Bunun altından xətt çəkirik. Üçüncüyə baxırıq. It is not possible to find false stories on the internet. Deyir ki, internetdə yanlış hekayələr tapmaq mümkündür, yoxsa ki, mümkün deyil. Təbii ki də mümkündür. Yəni, biz orada hər cür hekayə tapa bilərik. Real olan, real olmayan və s. Ona görə də biz burada it's-i seçməliyik. Dördüncüyə baxırıq. İndi listen again and choose the correct answer. Deyir ki, yenidən dinləyin və doğru cavabları yazın. Siz istəsəz əgər bir daha qayıdarsınız videodan arxaya, bir daha dinləyə bilərsiniz listening-i. Mən isə indi burada yazacağım çalışmanın həllini. Deməli, John works. John harda işləyir? At Radio Teen, radioda, with Mystery Man, Mystery Man'la, in a restaurant, restoranda. At Radio Teen. Burada işləyir. Ona görə bunu işarələyirik. Mystery Man, deməli, sirli adam, is real, həqiqidir, has red eyes, qırmızı gözləri var, like photos, şəkillər xoşlayır. Onun qırmızı gözləri vardı. Ona görə biz burada has red eyes bölməsini seçdik. Üçüncüyə baxırıq. Anna and John, Anna və John want more urban myths. Deyir ki, daha çox real olmayan hekayələr istəyirdi. Wear black trousers, qara şalvar geyinirdilər. Now Mystery Man is fake. Bilirdilər ki, sirli adam fakedir, yəni saxtadır. Bəli, burada olacaq now Mystery Man is fake. Bu bölməni seçdik. Davam edirik yeni dördüncü çalışma ilə. Read the sentence and write true or false in your notebook. Then listen, check and repeat the time expressions in bold. Deməli, burada deyir ki, burada bizə cümlələr verilib 6 dənə. Biz burada true və false yazmalıyıq. Birinci bizə nümunə kimi verilib. Dinləmə də var. Dinləməyə qulaq asaraq da yaza bilərik. Gəlin ilk öncə dinləyək, daha sonra isə doğru variantları yazaq. True. One day, 2. False. in the past, 3. True. years ago,
Bir dəqiqə, burada bizə təkrarlanmır hekayəni, sadəcə olaraq doğru cavabları deyir. Gəlin ona görə özümüzü yazaq, daha sonra isə yoxlayarıq. Deməli, burada deyir ki, one day John Green interviewed Anna Beckett. Deyir ki, bir gün John Green Anna Beckett-lə intervyu aparır. Bəli, bu truedur. True yazırıq. İkinciyə baxırıq. There weren't urban myths in the past. Deyir ki, keçmişdə real olmayan hekayələr yox idi. Bu səhvdir, yəni bu hər zaman olmuş bir şeydir. Ona görə biz bura false yazırıq. İkinciyə. Üçüncüyə yazırıq. Years ago people talked about urban myths at school. Deyir ki, illər əvvəl insanlar məktəbdə real olmayan hekayələr haqqında danışırdı. True, doğrudur bu. True yazırıq. People read and listen to urban myths online now. Deyir ki, insanlar hal-hazırda saxta hekayələr yazırlar online formada və dinləyirlər. Oxuyurlar və dinləyirlər. Bu da doğrudur. True yazırıq. Beşinciyə baxırıq. Anna Beckett read about Mystery Man yesterday. Deyir ki, Anna Beckett sirli adam haqqında hekayəni dünən oxuyub. Bu false-dur. Bura false yazmalıyıq. There were false stories on the internet last week. Deyir ki, keçən həftə internetdə saxta hekayələr var idi. Bu da true-dur. Burada true yazırıq. İndi isə gəlin dinləyək və yoxlayaq. Deməli, yarısını bayaq biz dinlədik. Gəlin bir daha qoşalım. 1. True. One day, 2. False. in the past, 3. True. years ago, 4. True. now, 5. False. yesterday, 6. True. last week. Biz yoxladıq, bəli, biz hər birini doğru yazmışıq, köçürdə bilərsiniz bunu. Amma burada deyir ki, qara hərflərlə verilmiş sözləri şifahi formada təkrarlayın. Gəlin bir daha biz də təkrarlayaq şifahi formada. Deməli, one day, bir gün, in the past, keçmişdə, years ago, illər əvvəl, now, indi, yesterday, dünən, last week, keçən həftə. Davam edirik indi 52-ci səhifə ilə. Complete the tables using past simple irregular verbs and with the sentence from the interview. Use the words below, then listen and check. Deməli, biz burada, bu dəfə isə biz keçirik irregular verbs. Irregular verbs nədir? Bayaq mən sizə yuxarıda qeyd etmişdim. Deməli, keçmiş zamanda feillər iki qrupa bölünür. Bir var regular qaydasız, bir də var regular qaydalı, bir də var irregular qaydasız. Qaydalı feillər necə idi? Biz feilin sonuna idi və d artırmaqla həmin feili keçmiş zamana salırdıq. Qaydasızlarını isə biz sonuna idi və d artıra bilmirik. Biz onları kökündən dəyişməliyik. Məsələn, baxın, burada nümunə kimi verilib belə cədvəlin içində. Gəlin cədvələ baxaq. Məsələn, go. Mən go-nu keçmiş zamana salanda durub bu formada go-dur. Belə bir şey yaza bilmərəm. Çünki belə bir şey yoxdur. O neyinir? Kökündən dəyişir. Go-nun keçmiş zamanı necə olur? Went. Kökündən dəyişir. Biz bu tipli feillərə nə deyirik? Irregular verbs, yəni qaydasız feillər. Bəzi feillər isə sırf bu formadadır. Bunları da əzbərləmək lazımdır. Yəni go olur went keçmiş zamanda. Have olur had. Read olduğu kimi qalır, dəyişmir. Read. Say olur said. See olur saw keçmişdə. Buraya yazırıq saw. Take də olur took. İndi gəlin bunu tamamlayaq. Burada isə cümlələr verilib. Past simple negative. Negative isə inkar deməkdir. Biz burada verilmiş cümlələri inkarda yazmalıyıq. Deməli, keçmiş zamanın inkarını düzəltmək üçün biz istifadə edirik did köməkçi feilindən. Və bizə belə bir şeydir. Əgər biz did köməkçi feilindən istifadə ediriksə, bu zaman keçmiş zamanda olan feil qayıtmalıdır indiki zamana, ilkin formasına. Məsələn, tutaq ki, gəlin bizə belə bir cümlə qurum nümunə kimi. Mən getdim keçmiş zamanda. Necə qururam cümləni? I went. İndi mən demək istəyirəm ki, mən getmədim. Necə quracam onda mən bu cümləni? I diddən istifadə edirəm inkarı düzəltmək üçün. Did not went-i qaytarıram indiki vəziyyətinə. Go-ya. I didn't go. Yadda qalsın, inkarını düzəltmək üçün.
diddən istifadə edirəm, daha sonra isə not yazıram, hər zaman olduğu kimi. Çünki not nədir? İnkar göstəricisidir. Və did olan cümlədə keçmiş zamanda olan fiil qayıtmalıdır indiki zamana. Yəni birincidə məsələn I the story. Mən hekayələrə burada 2 dənə sözümüz qaldı. Believe və think. Believe inanmaqdır, think isə düşünməkdir. Bura biz qoya bilərik believe. Yəni mən hekayələrə inanmırdım. Necə yazırıq biz bunu? İnkarda yazmalıyıq burada, negativdə. Diddən istifadə edəcəm. I didn't. Baxın, believed olur da, believe keçmişdə. Believed, amma did var deyə mən onu believe yazıram. Elə indiki zamanda. Bu formada yazdım. Burada verilmiş sözü buradakı boşluğun yerinə yazmalısınız. Mən yazdığıma. İndi ikinciyə baxırıq. You the story was true. Burada bir dənə think sözü qaldı. Believe bayaq yazdıq. Bir dənə qaldı think. Think də belə olur. You didn't think the story was true. Deyir ki, sən düşünmürdün ki, hekayə həqiqidir. Yəni, hekayənin real olduğunu düşünmürdün. Yenə burada inkar üçün didn't-dan istifadə edirəm. Baxın, think-i keçmiş zamanda işlətmirəm, çünki orada did var. Elə think olaraq da qalır. You didn't think the story was true. Bu formada yazdıq. Yenə bunu buradakı nöqtələrin yerinə yazmaq lazımdır. Davam edirik indi digər cümlə ilə. Digərinə baxırıq. He didn't write the story. O hekayə yazmırdı. Baxın, burada da yenə diddən istifadə eləmişik biz. We didn't read the book. Biz kitab oxumurduq. Keçmişdə də yenə burada da didn't var. Sonuncu cümləyə baxırıq. They didn't post the photos. Onlar şəkilləri paylaşmırdı. Bu da keçmiş zamandadır. İndi gəlin buraya yazdığım nümunələri silim. Davam eləyək digər çalışma ilə. İkinci çalışmanın izahına baxırıq indi. Complete the sentence with the correct past simple affirmative form of the verb. Deməli, biz burada cümlələri irregular, qaydasız feillərlə tamamlamalıyıq. Yəni, mötərizənin içərisində verilmiş sözləri, feilləri keçmiş zamana salmalıyıq. Təsdiq cümləsində olmalıdır. Birinci bizə nümunə kimi verilib. I go keçmişdə çevrilib olur went. Kökündən dəyişənlərdir burada verilmiş bütün sözlərin hər biri. I went to Barcelona on my last holiday. Deyir ki, mən keçən tətilimdə Barcelonaya getdim. İkinci cümləyə baxırıq. My friends and I have de burada. Have keçmiş zamanda olur had. Mən qarşısına yazıram. Siz isə burada verilmiş nöqtələrin yerinə yazmalısınız. Have-in keçmiş zamanı had-dir. Had yazıram. My friends and I had lunch at school yesterday. Dünən mənim dostlarım və mən məktəbdə qəlyanaltı etdik. Üçüncü cümləyə baxıram. Everybody in my class read. Read olduğu kimi qalır elə. The post about Mr. Man. Deyir ki, hər kəs sirli adam haqqında postu oxuyurdu. Camilla took a lot of photos on her trip to Cancun. Burada olur nə? Take geçmiş zamanda çevrilib olur took. Kökündən dəyişir took. Deyir ki, Camilla onun Cancun səyahətindən çoxlu şəkillər çəkdi. I wanted a different book. Deyir ki, mən fərqli bir kitab istəyirdim. So I say keçmiş zamanda said. Let's go to the library. Beləliklə mən dedim ki, kitabxanaya gedək. Keçmiş zamanda dedim said. Üçüncü çalışma ilə davam edirik. Burada isə bizə mötərizənin içində sözlər verilib. Ayrı-ayrı sözlərdir. Sözlərin yeri qarışıqdır. Və inkardadır. Keçmiş zamanın inkarındadır. Didn't-dan, yəni düzəlməli olanlardır. Biz isə burada sözləri düzgün ardıcıllıqla düzməliyik. Düzəndən sonra isə burada verilmiş nöqtələrin yerinə yazmalıyıq. Mən yenə də qarşısından yazacağım. Tam oxuya biləsiniz deyə. Siz nə edirsiniz? Siz isə mən yazdığımı burada verilmiş nöqtələrin yerinə yazmalısınız. Birinci nümunə kimi verilib. Gəlin ona baxaq. I didn't post stories about Mr. Man. I only post true stories. Deyir ki, mən sirli adam haqqında hekayələr paylaşmıram. Sadəcə olaraq real hekayələri paylaşırdım. İkinciyə baxırıq. Yesterday I went on Saturday. Deməli, burada bizə cinema, go, the, to, didn't verilib. Mən belə bir şey yarada bilərəm ki, didn't go to the cinema. Didn't go to the cinema. Yəni, I didn't go to the cinema yesterday. Mən dünən kinoteatra getmədim. I went on Saturday. Mən şənbə günü getdim. My friends and I, deməli, this story didn't read.
Nə olacaq burada? Didn't read this story. Didn't read this story. Yani my friends and I didn't read this story last year. We read it last month. Deyir ki, mənim dostlarım və mən keçən il bu hekayəni oxumadıq. Keçən ay oxuduq biz. My dad take, didn't və bus sözləri verilib. Didn't take a bus. Didn't take a bus. Yəni my dad didn't take a bus to hospital. Deyir ki, mənim atam xəstəxanaya avtobusla getmədi. He took a taxi. Taksi ilə getdi. You the didn't olsa see. Bunu belə düzəldirəm. Didn't see də olsa. Didn't see də olsa. Olsa müəllif deməkdir. You didn't see the author of the book right, but I saw her. Deyir ki, sən kitabın müəllifini görə bilmədin, düzdür, amma mən onu gördüm. İndisi davam edək burada 4-cü çalışma ilə. Deməli, 4-cü çalışmada deyir ki, write sentence that are true for you about last weekend in your notebook. Use the affirmative or negative form of the verb in the table in exercise 1. Deməli, burada deyir ki, keçən həftə nə etdiyinlə bağlı cümlələri yazırsan, 2 dənə təsdiq cümlə olmalıdır, 2 dənə isə inkar da olmalıdır. Və bu cümlələri yazarkən bizə birinci çalışmada cədvəl verilmişdi. Qayıdırıq ora, baxın bu cədvələ. Bu cədvələ baxırıq, bu cədvəlin içində baxın feillər var idi. Bu feillərdən istifadə etməliyik. Deməli, orada nümunə cümlələrdə go feili istifadə olunub, keçmiş zamanda və bir də see feili istifadə olunub, keçmiş zamanda. Deməli, bizim 4 dənə feilimiz qalır yerdə. Daha doğrusu, 4 dənə feilimiz qalır. Have, read, say və take feilləri. İndi gəlin biz bu feillərdən istifadə edərək 2 dənə inkar və 2 dənə də təsdiq cümlə yazdıq. Nümunə kimi burada verilib. I went horse riding. Deyir ki, mən at sürməyə getdim. I didn't see my friends. Mən dostlarımı görə bilmədim. İndi gəlin biz də birini yazaq. Məsələn, gəlin yazaq təsdiq cümlədə birinci təsdiqdə yazırıq. Daha sonra isə inkarda yazmalıyıq. Bütün feillərdən istifadə etməliyik. Yəni, geri qalan 4 feildən. Məsələn, belə bir şey yaza bilərik ki, I had a sandwich. I had a sandwich. Sadə formada elə. Biz burada nədən istifadə edirik? Have feili. Have keçmiş zamanda nəyə çevrildi? Had-ə çevrildi. I had a sandwich. Mən sandwich yedim bu formada. İkinciyə baxırıq məsələn. İkincidə isə gəlin istifadə edək biz read feilindən. I read a book ola bilər. Mən kitab oxudum. Mən bir kitab oxudum. I read a book. Yanına da əlavə edə bilərik. Məsələn, last night, keçən gecə. I read a book last night. Mən keçən gecə bir kitab oxudum. Yəni, hər iki cümlə keçmiş zamandadır. Burada read-də, read elə olduğu kimi qalır. Keçmişdə də olduğu kimi qalanlardandır. Yəni, irregulardır, qaydasızdır. İndi isə 3-cü və 4-cü cümlələr isə inkarda yazmalıyıq. İnkarda da gəlin istifadə edək say və take feillərindən. Say feilini belə istifadə edə bilərik ki, təbii ki də inkardır deyə didn't-lə düzəldirik. I didn't say anything. Yəni, mən heç nə demədim. Və yaxud da ki, yox. Yəni, başqa bir şey yazaq. I didn't. Misal üçün yazıram burada nümunə kimi. I didn't say the truth. Yəni, mən həqiqəti demədim. Yəni, məsələn, burada ola bilər Mr. Mənsilli adam haqqında. Misal üçün, I didn't say the truth. 4-cünə baxırıq. 4-cüdə isə yenə də didlə istifadə etməliyik inkarda. Burada isə istifadə edək take feilini. Belə olacaq ki, məsələn, I didn't take any photos at the party. Mən partidə şəkillər çəkdirmədim. I didn't take any photos at the party. I didn't take any photos at the party. Yəni, mən partidə heç bir şəkil çəkdirmədim. Bu formada yazdıq bu cümlələri.
İndi də baxırıq 5-ciyə. 5-cidə deyir ki, work in pairs, cütlərlə işdir 5-ci çalışma hər zaman olduğu kimi. Take turns to read your sentence in exercise 4. Deyir ki, 4-cü çalışmada yazdığın cümlələri oxuyursan yenidən. The copy the table in your notebook and complete your partner's sentence. Start the sentence with your partner's name. Daha sonra isə nə edirik? Burada verilir, aşağıda bir cədvəl verilib. Biz cədvəli yazırıq. This is brilliant, this is interesting. This is brilliant, yəni möhtəşəm deməkdir. Möhtəşəmdir. This is interesting isə maraqlıdır deməkdir. Və ora öz partnyorumuzun hansı sinif yoldaşımızla işləyiriksə bu tapşırığı, onun cümlələrini yazaraq fikir bildiririk. Yəni hansı keçən həftə etdiyi nə möhtəşəmdirsə sizə görə, this is brilliant hissəsinə yazırsınız. Nə maraqlı gəlirsə sizə this is interesting hissəsinə yazmalısınız. Bu qədər.